قل هل يستوي الذين يعلمون والذين لا يعلمون. الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وصحبه ecmaîn. Amma ba'd. Yəni biz keçən də sizdən götürmüşdük qardaşlıq haqqında olan hədislərdən və davam edirik həmin mövzunu Allahın izni ilə. Və bu barədə, qardaşlıq barəsində ən gözəl və bütün xeyirləri əhatə edən hədislərdən biri də İmam Müslimin səhihində Əbu Hüreyrədən rivayət etdiyi hədisdir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "La tahasadu." Diqqət elə, subhanallah. Çox əzəmətli hədisdir. Və çox böyük əcrlərə insanı yönəldən hədisdir. Deyir ki: "La tahasadu." Təfəələ vəzni nə idi şeyxlər? Çoxdur. Təfəələ. Sən şeyx. Yəni qarşılıqlı etmək. Bax, la tahasadu. Deyir, həsəd bir-birinizə həsəd etməyin. Diqqət et, bu Allah Rasulunun qadağasıdır. Əgər bir şey la nəhiyyə ilə gəlirsə, bu harama işarədir. Haramı bildir. Yəni haramdır. Kiməsə həsəd etməyin haramdır. Ey müsəlman. Yəni Allah bunu qadağan edib. Və la tənəcəşu. Tənəcüş nə idi? Tənəcüş, keçən də. Yəni insan deyir, tənəcüş etməyin. Yəni nə deməkdir? Tutaq bir nəfər mal satır və 2-3 nəfərlə sözləşir ki, siz də gəlin malı almaq istəyin, amma almaq niyyətinə yox. Sanki mən istəyirəm, şey verirsən, bu ilə söhbəti qutar, mən alacam onu. Belə. Niyyət almaq deyil, o alıcıda malın qədrini, qiymətini qaldırmaqdır, tənəcüşdür bu. Almaq niyyəti ilə yox, hilə edirlər ki, qıraqdakına təsir etsinlər ki, yəni sən almasan mən alacam. O da belə deyək də, yəni ab-havaya düşüb o malı tez alsın baha qiymətinə. Aydındır? Bu tənəcüşdür. Və sonra deyir ki, وَلَا تَدَابَرُوا. Bir-birinizə arxa çevirməyin. وَلَا يَبِعْ بَعْدُكُمْ عَلَى بَيْءِ بَعْدٍ. Sizdən biriniz qardaşının ticarəti üzərində ticarət etməsin. Yəni, əgər iki qardaş ticarət edirsə, yəni sən onlar ticarətini bitirməmişsən, müdaxilə etmə. Və yaxud kimsə klienti varsa, misal üçün də müştərisi, onu müştərisinin əlindən alma. Bu da hədisdə qadağan yəni. Və kunu ibadallah ixvanə. Yəni, insan bu şeylərdə həmişə, xüsusən ticari məsələlərdə təvhidi fikirləşsə, Allahın razılıq sifətini yadına salsa, heç vaxt insan problemə düşməz. Yəni, insan deyər ki, ruzi verən Allahdır. Həmişə bu söz, bax, diqqət et. Harada olursan ol, bu sözü unutma ki, ruzi verən Allahdır. Ruzi verən Allahdır. Allah istəsə sən, necə ki, hədisdə gəlib, Şeyx Albaninin həsənləşdirdiyi hədisdir. Deyir ki, Adəm övladı deyir, öz ruzisindən, ölümündən qaçdığı kimi qaçsa, ruzisi ölüm gəlib onu tapan kimi tapacaq. Diqqət, subhanallah. İnsan, yəni, ruzisindən qaçsa belə, ruzi gəlib onu ölüm tapan kimi tapır. Yəni, ölümdən insan qaçır da. Amma ölüm necə gəlib insan tutur? Ruzi də belədir. Vallahi ruzi. Ona görə, ruziyə görə heç vaxt yəni, dəyməz harama girmək və s. müxalifətlər etmək. Yəni. Və kunu ibadallahi ixvanə. Bu da əmirdir. Deyir, bax, subhanallah. Və kunu ibadallahi ixvanə. Deyir, Allahın qulları qardaş olun. Yəni, bizə Allah əmr edib. Bu bizim üçün imtihandır. Və cəalnə ba'dakum li ba'din fitnətən ətasbirun. Biz sizi bir-birinizlə imtihan edəcəyik. Görək ki, siz səbr edə bilirsiniz. Peki, və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem yeni bu əmri edəndən sonra bu əmrə oxşar bir dənə də əmr edir. Deyir ki, əl-muslimu, əxul muslim. Birincisi əmrdir. Deyir ki, kunu ibadallah ixvanə. Yəni, qardaş ol. Sənə qardaş ol. Deyir, birdən sən qardaş olmaq istəməzsən, deyir ki, əl-muslim, əxul muslim. Bu təhqiqdir, bu ismi cümlədir. Yəni, onsuz da müsəlman sənə qardaşındır. Yəni, mən müsəlmanı sənə qardaş etmişəm. Bu şeyləri sənin ona etməyin haramdır. Deyir ki, əl-muslimu, əxul muslim. Müsəlman qardaşı la yazlimuhu, ona zülm etməz. Və la yaxzuluhu, onu yardımsız buraxmaz. Və la yahqiruhu, onu heç çox alçatmaz, onu təhqir etməz. Ət-təqva hahuna yuşiru ilə sadri sələsə marrat. Deyir ki, ət-təqva hahuna, ət-təqva hahuna, ət-təqva hahuna. Deyir ki, sinəsinə işarə 3 dəfə edək, deyir ki, təqva buradadır. Təqva burada, yəni Allah qorxusu, təqva buradadır. 3 dəfə işarə etdi. Bi həsbi imri'in minəşşər ən yahqira əxahul muslimə. Bir müsəlman qardaşa, bir müsəlman yəni kəsə öz qardaşını təhqir etməsi şər olaraq kifayətdir. Bir müsəlman kimsəyə
öz qardaşını təhqir etməsi şər olaraq kifayət. Demək, Allah qorusun. Əgər bir müsəlman təhqir edərsə, bu o deməkdir ki, ona şər olaraq kifayət. Yəni, bu ən şər əməllərdən biridir. Allah qorusun. Və sonra nə deyir? Kullul muslimi aləl muslimi haramun. Yəni, bu, həmin o təhqiqin nə idi? Ətraflı izahıdır Allah Rasulundan. Deyir ki, bu hələ hədisdir, hədisin sözüdür ki, hər müsəlman, digər müsəlman üçün haramdır. Nəyə haramdır? Dəmuhu. Qanı haramdır. Yəni, ona vurmaq, onu döymək, onu hər müsəlman olsun, müsəlman. Əgər müsəlmansa, onu öldürmək, Allah qorusun. Yəni, bu şeylərdən haramdır. Və məluhu, onun malı haramdır. Və irduhu, onun irzi haram. İrzi nədir? Yəni, namusu. İrzi nədir? Onun qeybəti. Onun haqqında pis danışmaq, onun nəmmamlığı və s. Yəni, bu şeylər hamısı haramdır. Və həzəl hədis, şeyx buyurur ki, bu hədis min cəvami, kəlmin nəbi sallallahu aleyhi ve sellem. Deyir ki, bu hədis Peyğəmbər sallallahu aleyhi ve sellem ən geniş, ətraflı izah etdiyi sözlərindən biridir. Yəni, sözlərində böyük, az söz var, amma böyük xeyirlər var. Xüsusən bu mövzuda, qardaşlıq mövzusunda. Və həmçinin iman qardaşlığı, yəni buna iman etmək, yəni bunun həmişə iman qardaşlığını düşünmək, iman qardaşlığında təəxiyən, yəni qardaşlığı, təəlufən, birləşməni, təvaddən, sevgini, təvaddən azimə, yəni böyük sevgini gərəkdirir. Və silətən və həmçin əlaqəni, əgər qardaşsa mütləq oyla münasibətdə əlaqədə olmasan, heç vaxt aranı kəsmək olmaz. Və siqətən لا يمكن أن تتعقب بين الناس إلا في أي رابطة أخرى أيا كانت. Deyir ki, bu elə bir bağlılıqdır ki, deyir, insanlar arasında harada olursa on, necə olursa on, iman qardaşlığı olmasa mümkün deyil bunu birləşdirmək. Və hiyə rabitatun mustamirra. Bu da elə bir rabitədir ki, elə bir əlaqədir ki, iman qardaşlığı. Bu daimi əlaqədir. Gayru munqati'a fi dunya vel axirə. Nə dünyada, nə axirətdə kəsilmir bu əlaqə. Və əmmə silatil uxra, bax nə deyir? Deyir ki, amma başqa əlaqələr isə fəhiyyə munqati'a. Deyir ki, onlar deyir, kəsiləndir. Məhmə kənət quvvatuha. Nə qədər qüvvəti çox olsa olsun, deyir. Bir vaxt qırılacaq, bir vaxt kəsiləcək, bir vaxt əlaqələr itəcək. Dəlil də nədir? Hətta dünyada etməsə belə mütləq axirətdə itəcək. Əl-əxilləu yevməizin ba'duhum li ba'din aduvun illəl muttaqin. Deyir ki, o gün dostlar bir-birinə düşmən olacaq. Müttəqilərdən, Allahdan qorxanlardan başqa. Və həmçinin bu Zuhruf surəsinin 67-ci ayəsidir. Həmçinin Allah Azə və Cəllə Bəqərə surəsinin 166-cı ayəsində buyurur ki, وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابِ. Həmin vaxt insanlar arasında səbəblər, əlaqələr kəsiləcək. Heç bir əlaqə olmayacaq, amma bu əlaqəni isbat edir illər muttaqin. Yəni, müttəqilər arasında iman əlaqəsi olacaq. Və həmçinin Allah Azə və Cəllə yəni, iman əhli haqqında Bələd surəsinin 17-ci ayəsində buyurur ki, وَتَوَاسَوْ بِالصَّبْرِ وَتَوَاسَوْ بِالْمَرْحَمَةِ. Deyir, onlar bir-birinə səbir tövsiyə edən və rəhmət tövsiyə edənlərdir. Deyir ki, ət-tərahum beynə əhlil iman, iman əhli arasında qarşılıqlı rəhmət, deyir ki, ən təkuna qulubuhum muntaviyyə alə-rəhmə. Deyir ki, onların qəlbini rəhmət üzərində rəhmətlə bürüyür. Bir-birinə qarşı rəhmət edirlər. Bir-birinə qarşı emosional olurlar. Yəni, o mənadakı emosional, yəni, qardaşa bir şey olarsa tez neynəyər? Sanki əriyər. Sanki ona özünə bir şey olan kimi hiss edər. Necə ki, bu hədisdə keçmişdi. Məsəl-i müminə fi təvadduhim və tərahumihim və ta'atufihim məsəl cəsədi izəştəkə minhu udvun tədə'ələhu səirul cəsədi bis-səhəri vəl-hummə. İki müsəlmanların bir-birinə qarşı olan sevgisi, rəhməti və onlar bir-birinə qarşı olan o münasibəti, bayaq dediyimiz ta'atuf, yəni emosional yanaşması, yəni bir qardaşa bir şey olan tez sanki ürəyin ağrıyır, pis olursan. Yəni bu şeylər deyir, bir cəsəd kimidir. Bir ki, deyir, bir cəsəddə bir üzv ağrıyarsa, deyir, o deyir, bütün bədən deyir, yuxusuzluqdan və qızdırmadan əziyyət çəkər. Yəni, ona görə Peyğəmbər sallallahu aleyhi ve selləm yəni, həmişə yəni, sahabələri qardaşlığa sövq edib. Və keçən dərsdə demişdik ki, qardaşlığın belə möhkəm olması sözlərin də bir yerə gəlməsinə
bədənlərin də birləşməsinə səbəb olur. Həmçinin bax, Allah Azza və Cəllə bizə Peyğəmbər sallallahu əleyhi və səlləm sahabələri haqqında xəbər verib. Onlar necə idilər bir-birinə qarşı? Deyir Muhammedun Rasulullah. Muhammed Allahın Rasuludur sallallahu aleyhi və səlləm. Deyir vəllezine ma'ahu eşidda'u alel-kuffar. Deyir ki, onunla bərabər olanlar kafirlərə qarşı sərtdilər. Ruhama'u beynəhum. Deyir, öz aralarında isə bir-birinə qarşı rəhimlidirlər, yardım edəndilər. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bu xəbər verib ki, yəni əgər sən özün üçün bir şey istəyirsənsə, mütləq qardaşın üçün də onu istəməlisən. Yəni, hətta o, içəridə kamil şəkildə baş verməsə belə, sən onu zahirdə göstərməlisən və onu təhqiq etməlisən. Və buyurur ki, لا يؤمن أحدكم حتى يحب لأخيه ما يحب لنفسه. Sizdən biriniz özü üçün istədiyini qardaşı üçün istəməyincə iman etmiş sayılmaz. Və bilirsiniz ki, burada kamil iman yox, vacib kamillikdən söhbət gedir. Vacib. Və kəməl müstəhəb kamili yox, vacib kamili. Gəlirsən bu vacibi yerinə yetirəsən. Yəni bundan sən nə qədər yerinə yetirirsən, yəni sən buna çalışmalısan. Yəni sən deməli deyirsən ki, bu kamillik etməsəm də olar proje. Yox, sən mütləq buna çalış. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm orada ağır ifadə istifadə. La yu'minu ahadukum. İman etmiş sayılmaz. Və sonra deyir və kullun yuhibbu li nefsihi min ikhwanihi an yerhamuhu an takuna qulubuhum muntawiyatan ala rahmetihi. Deyir ki, siz deyir hər biriniz, hər kəs istəyər ki, sənə qarşı rəhm olunsun, sənə inayət olunsun, qayğı olunsun, sənə qarşı müsəlmanlar diqqətli olsun. Deyir, əgər sən belə istəyirsənsə, onda sən də elə ol, deyir. Sən də qayğıkeş ol, sən də rəhimli ol, sən də yardımçıl ol. Yəni, sən özünə qarşı o şey istəyirsənsə, kim istəməz ki? Hər kəs onu istəyər. Kim desə ki, mən istəmirəm, o yalan danışır. Deməli, sən əgər istəyirsən, deməli, sən də elə ol. Deməli, insanın təbiətində elə bir şey var ki, insan özünə qarşı rəhimdən, özünə qarşı yardım olunmaqdan, özünə qarşı xoş sözlər deyilməsini xoş duyur. Əgər sən beləsənsə, onda sən də elə ol. Və yu'min ahadukum hatta yuhibba li akhihi ma yuhibbu nafsihi. Sizdən biriniz özü üçün istədiyi, qardaşı üçün istəməyincə iman etmiş sayılmaz. Və həmçinin bilirsiniz ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin adlarından biri nə idi? Nəbiyyur Rahmə. Rəhmət Peyğəmbəri. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, İmam Səhih Müslimdə deyir ki, Ənə Muhammedun. Əbu Musa Əl-Əş'arinin hədisində ki, Ənə Muhammedun, mən Muhammedəm. Və Əhmədu, mən Əhmədəm. Və Muqaffi, mən Muqaffiyəm. Və Həşiru, mən Həşirəm. Və Nəbiyyü Tövbə, Tövbə Peyğəmbəriyəm. Və Nəbiyyü Rəhmə, Rəhmət Peyğəmbəriyəm. Fikirsin, bunlar Peyğəmbər sallallahu əleyhi və səlləmin adları da, Peyğəmbər sallallahu əleyhi və səlləm digər adları da var. Yəni, bu da onun gözəl vəsflərinə dəlalət edir. Birincisi deyir ki, Allah Rasulü sallallahu əleyhi və səlləm, yəni, bilirsiniz ki, Allah Quran-ı Kərimdə buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَيَوْمَ الْآخِرِ. Allaha və axirət günə iman gətirən insanlarda Peyğəmbər sallallahu əleyhi və səlləmdə gözəl nümunələr var. Əgər o gözəl nümunədirsə, onda bax, deyir, o necə olub? Birinci, onun əxlaqı. لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ. Deyir, sizdən elə bir Rasul gəldi ki, sizin öz içinizdən. Azizun aleyhi mə anittum, harisun aleykum bil mu'minina raufur rahim. Deyir ki, sizə baş verən çətinliklər ona çətin gəlir, ağır gəlir. Harisun aleykum, o sizə qarşı hərisdir. Yəni, sizin xeyrinizə hərisdir. Və sonra deyir, bil mu'minin raufur rahim. Möminlərə qarşı dostdur, rəhimlidir və mərhəmətlidir. Fəbimə rəhmətin minallahi lintə ləhum. Deyir ki, Allahdan bir rəhmət olaraq sən onlara qarşı mülayim oldun. Deməli, Allah Rasulü mülayim olubsa, biz də çalışmalıyıq ki, qardaşlarımız üçün mülayim olaq. وَلَوْ كُنْتَ فَضًّا غَلِيظَ الْقَلْبِ لَنْفَضُّوا مِنْ حَوْلِكَ. Deyir ki, əgər sən sərt, qaba ürək olsaydın, yəni onlar sənin ətrafından dağılıb gedərdilər. İkincisi, Peyğəmbər sallallahu əleyhi və səlləm haqqında bilirsiniz ki, necə ki, bayaq dedik, o rəhmət Peyğəmbər olub. Deyirsən də onun rəhməti kimi rəhimli ol. Və deyir ki, Allah Rasulü sallallahu əleyhi və səlləm buyurur ki, لا تنزع الرحمة إلا من شقي. Rəhmət yalnız bədbəxtdən qalxar. Bu hədisi İmam Tirmizi rivayet edib və həsənləşdirib. Nə deyir? Rəhmət yalnız bədbəxt insandan qalxar. Deməli, لا تنزع الرحمة إلا من شقي. Deyir ki, rəhmət yalnız bədbəxt insandan qalxar. Deməli, rəhmət olan insan xoşbəxt insandır. Və həmçinin deyir ki, ənə nəbiyyur rəhmə. Mən deyir, rəhmət Peyğəmbəriyəm. Bilirsiniz ki, bunlar hamısı
yəni möminlər arasında səadəti, rəhməti, yəni onların qəlblərinin birləşməsini, bir-birinə qarşı yardım etməsini neyinir? Kömək edir. Və həmçinin İmam Tabaraninin Abu Musa Əş'aridən rivayet etdiyi hədisdə deyir ki, "Lən tu'minu hatta tarahamu." Bir-birinizə rəhm etmədikcə iman etmiş sayılmazsınız. Deyir ki, onlar nə deyirlər? Ya Rasulullah, kulunən rahimun. Deyir ki, biz hamımız rəhm edirik. Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, "İnnehu leysə bi rahmeti ahadikum sahibə." Sizdən birinizin öz dostuna, yaxınına, anasına, atasına, yəni yaxınlarına olan rəhmətini qəsd etmirəm. "Velakinnəhə rahmetun nasi və rahmetul ammə." Lakin bu bütün insanlara və bütün yəni hamıya, ammə yəni hamıya olan rəhmətdir. Yəni "Velakin rahmetan nasa kəffətən." Bir rivayət gəlib ki, lakin bütün insanlara olan rəhmətdir. İmam Tabarani yəni bunu rivayet edib. Ona görə buyurur, bu ilə də bitiririk. Yəni deyir ki, bax, "Və yenbəği aləl muslimən yakunu mura'iyan li huquqi ihvanil muslimin." Deyir ki, müsəlmana vacibdir ki, öz müsəlman qardaşlarının haqlarına diqqət etsin. Muhibbəl xeyri ləhum. Onlar üçün xeyir istəsin, bax sayır bir-bir. Xeyir istəsin onlar üçün. Rahimən bihim. Onlar üçün rəhimli olsun. Atufan aleyhim. Onlara qarşı emosional olsun. Yəni onlara baş verən pis hallar ona yəni narahat edici olsun. Onların xeyrinə həris olsun. Da'iyən ləhum bit-tawfiq və-sədat. Subhanallah. Onlar üçün müvəffəqiyyət və doğru yolda olmağı, hər işlərdə doğru isabət etməyi, düzgün etməyi onlara dua etməli. Yəni təsəvvür ki, Abu Zər, Allah səni müvəffəq eləsin. Allah sənə xeyirli işləri asanlaşdırsın. Harda olursansa ol, heç vaxt ziyana uğramayasan. Belə dualar edəsən gərək qardaşlara. Bu deyir qəlbləri birləşdirir. Şeyx Səadi rahimehullah deyir, bu hətta deyir qəlblərə yumşaqlıq verir. Qəlbləri rahatlaşdırır deyir bu dualar. Deyir ki, "Vel xeyr vel fəlah." Və bir ki bax bilirsən ki, hədisdə də gəlib ki, kim əgər qardaşına bu duanı edərsə, mələk də deyər ki, sənin üçün 2 misli olsun. Sənin üçün 2 misli. Ona görə rivayet olur. Yəni bir nəfər danışır şeyxlərdən, deyir ki, bir nəfər olur öz qardaşına bir qardaşının zövcəsi vəfat edir. Deyir, ürək yana-yana deyir ki, Allahım deyir, ona xeyirli zövcə nəsib elə. Deyəndə zövcəsi deyir ki, duanı etmə deyir. O deyir ki, nəyə görə etməyim də yəni? O deyir, deyir ki, yəni onun zövcəsi yoxdur, mən qardaşıma dua edirəm. Sən mənə deyirsən ki, ona dua etmə. Yox, deyir, mələk deyir ki, sənə 2 misli olsun deyir. Ona görə deyir, etmə bu dua. Yəni, bax, əslində gör, həmin qadın görüncə başa düşüb mələyin duasını. O həqiqi o mələyin etdiyi dua var. Subhanallah lazım. Yəni, gör necə onu başa düşübsə, yəni bəli. Yəni onu başa düşmək özü yəni. Həqiqətən sən dua edəndə bil ki, mələklər də sənə dua edir. Və deyir onlara dua edə xeyirlə, fələhlə, nicat tapmaqla, və salah, onun islah olmasını, və istiqamə, doğru yolda olmasını, yəni həcətəl cəmi ilə zəlikə müştərək. Deyir, çünki bil ki, bax Şeyx Abdürazaq nə deyir, hafizəhullah. Deyir ki, çünki bil ki, bu xeyirlərdə deyir, hamımız deyir, müştərəkik. Yəni o şeyə sənin də ehtiyacın var, mənim də ehtiyacım var, hamının ehtiyacı var. Deyir ki, kəmə ennəl muslimə bihəcətin ilə dəvati ixvanihil muslim. Deyir, necə ki, sən öz müsəlman qardaşlarının duasına sənin ehtiyacın var. Və kəzəlikə ixvanihil muslimun bihəcə ilə zəlik. Deyir, eləcə də müsəlman qardaşlar da buna deyir, ehtiyacı var. Bax, İbn-i Qeym nə deyir? İbn-i Qeym rahimullah buyurur ki, Miftah Dar-ı Səadə kitabında, deyir ki, əl-cəmi o müştərəkunə fil həcə. Deyir, bütün insanlar ehtiyaclarda da müştərəkdirlər. Bəl fid darura. Hətta zəruridir. Nə ilə məğfirətillah və affihi və rəhmətihi. Deyir, onlar hamısı Allahın bağışlanmasına, əffinə, rəhmətinə hamı möhtacdır. Deyir ki, fəkəmə yuhibbu, yəni necə ki, ey muslim, yəni müsəlman necə istəyirsə ki, ən yustəğfərə ləhu, ən yəstəğfirə ləhu əxuhu, deyir ki, əl-muslimu, deyir ki, ona müsəlman qardaşı onun üçün istiğfar etməsinə, o deyir, sevinir. Qardaş ki, Allah sənə günahı bağışlasın, Allah sənə rəhm eləsin. Sevinirsən ki, əlhamdülillah, mənim üçün bir nəfər dua edir. Allah onun duasını qəbul etsə, mənə bağışlayacaq. Deyir ki, və kəzəlikə huvə əydən yənbəği ən yəstəğfirə li əxihil muslim. Eləcə də deyir, o da öz qardaşına deyir, dua etməlidir. Yəni, bağışlanma diləməlidir. Və beləcə deyir, yəni, bunun da deyir, əsli haradadır? Necə ki, Quran-ı Kərimdə ayət var. Deyir ki, Rabbiğfirli və li valideyyə və li muslimin və li mu'minə və li mülət və lə təzdi zalim illə təbəra. Deyir ki, Nuh Aleyhisselam dua ki, Allah məni və valideynlərim və möminləri bağışla. Və həmçində ki, evimə mömin kimi girənləri bağışla.
Və hətta hədisdə gəlir ki, bu Quran-ı Kərimdə ayət var ki, وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ. Deyir ki, ey Rəbbimiz, onlardan sonra gələn qardaşlar, onlardan əvvəl iman edənlərə deyərlər ki, Allahım, bizdən əvvəl iman edən qardaşlarımızı bağışla. وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا. Ey Rəbbimiz, bizə iman gətirənlərə qarşı qəlbimizdə heç bir kin-küdurət saxlama. Yəni, bu problemdir. İnsanın iman gətirən qardaşa qarşı qəlbində kin-küdurət saxlaması problemdir. Və sonra ki, وَقَالَ تَعَالَى وَاسْتَغْفِرُوا لِذَنبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ. Deyir ki, öz günahının və mömin kişi və qadınların günahların bağışlanmasını istə. Və deyir, bu İmam Tabaraninin Mu'camul Kəbir əsərində gələn ən böyük əcrlərdən biridir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Mən istəğfara lil-mu'minə vəl-mu'minət. Kim mömin kişilər və qadınlara bağışlanma diləyərsə, kətəballahu lehu bi kulli mu'minin və mu'minatin həsənə. Deyir, Allah hər mömin kişi və qadına görə o bağışlanma dilədi. Ona bir həsənət yazar, ona bir xeyir yazar. Görün, nə qədər, yəni bu xeyirdir. Və həmçinin diqqət et, bu axırıncı hədisi bu ilə bitirirəm, tamamlayıram. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem İmam Müslim rivayət elədiyi hədisdə Əbu Hüreyrədən gələn, deyir ki, qalı tuftahu abwabus səmə, abwabul cənnə. Deyir ki, cənnətin qapıları açılar. Yevmul isneyn və yevmul xamis. Birinci gün və dördüncü gün. Birinci və dördüncü günlər cənnətin qapıları açılır. Bu xüsusi hədisdir, subhanallah. Deyir ki, fəyuğfəru li kulli abdin la yüşrəku billahi şeyən. La yüşriku billahi şeyən. Allaha şərik qoşmayan hər qulu Allah bağışlayır. İllə, yəni təbii ki, müsəlmanlara aiddir. Müsəlmanlara. İllə racülən kənət beynəhu və beynə əxihi şəhnə. Ancaq iki kişi aralarında nə varsa mübahisə, problem, küsüllük. Allah onları bağışlamır. Allahu akbar. Fəyuqalu. Allah deyir ki, unzuru həzeyni hətta yassalihə. Deyir ki, bu ikisinə deyir, diqqət edin. Hətta onlar deyir, islah olmayana qədər, birləşməyənə qədər, barışmayana qədər onları bağışlamayın. Deyir ki, unzuru həzeyni hətta yassalihə. Unzuru həzeyni hətta yassalihə. 3 dəfə deyir ki, bu ikisinə baxın deyir, hətta barışmayana qədər dayanın. Yəni onları əff etməyin. Bu ikisi 3 dəfə deyir. Ona görə çalışmaq lazımdır insan heç bir müsəlman üçün qəlbində kin-küdurət saxlamasın. Və Allah bir daha doğrusunu, Allah Taala'dan deyirəm ki, bizi bağışlasın və bizim qardaşlarımızı bağışlasın. Bütün müsəlman kişi və qadınları bağışlasın. Vəfat edənləri və gələcəkdə gələnləri də hamısını Allah Taala əfv eləsin. Allah bir daha doğrusunu, subhanəkəllahumma hamdik, əşhədu an la ilahə illə ənt, əstəğfiruka və etûbu ileyk.